Adamlar var ki, müəyyən yaşdan sonra panik atak. Adətən 30'lu zat yaşlardan sonra, 40 yaşlardan sonra daha çox panik atak gəlir bildiyimə görə. Bəs sonradan necə qazanılır? Uşaqlıqdan gətirdiydi. Sadəcə olaraq uşaqlıqdan. Yenə də uşaqlıqdan. Yenə də uşaqlıqdan gətirirdi. Yəni bizim həyatımız boyu bunu qəbul eləyə bilərlər, eləyə bilməzlər. Yəni kim necə istəyir də baxa bilər. Ancaq bizim bütün həyatımız 0-7 yaş arasında yaşadığımız hadisələrin təkrarıdır. Təkrar yaşayırıq, təkrar döngü yaşayırıq. Sadəcə olaraq bəzi şeyləri unutmuşuq, unutmaq istəmişik, xatırlamaq istəməmişik. Amma ən adi bir şeydən üzə çıxır. Biz elə zənn eləyirik ki, bax, adi bir şey deyim də sizə. Televizora baxırıq, uşaqlar kinoya baxırlar da, məsələn. O da bir travmadır. Bir faciəli bir şey gördü, bir ölüm hadisəsi gördü, onun üçün travma yarandı. Və onu unutdu, onu kinoda da baxdım, getdim, nə olacaq ki? Heç xatırlamır ki, Amma böyüyəndə, 40 yaşında, 50 yaşında bir hala gələndə, ona bənzər bir hadisə yaşayanda, onda tetiklənir, onda deyir, beyin aparır sırada həmin balaca vaxtına, deyir, bax, falan vaxt falan şey yaşamışdı, məsələn, qorxmuşdu. İndi həmin üçün təkrarını yaşayırsan.